Günortanız xeyir olsun. Necəsiz? Bugünkü canlını düşünürəm ki, hardasa sual-cavab tərkibləyək. Çünki YouTube'da yetərincə videolarımız var. Yetərincə məlumatlandırıcı reelslarımız var, videolarımız var, pulsuz seminarlarımız da olub. Yəni hər şeyi yetəri qədər artıq sizlərə ötürmüşəm. Çox sağ olun əzizim. Çox sağ olun. Mən də sizi çox istəyirəm. Əzizsiz hər biriniz mənim üçün. İstəyirəm bugün suallara cavab verim. Və çoxdandır, nə vaxtdan da artıq canlı açmıram. İnanın ki, həqiqətən vaxt olmur, çatdırmıram. Yəni körpələrlə başım qarışır. Çox sağ olun, xoş sözlərə görə. Bəzən özümü çox belə yorğun hiss edirəm. Hətta istirahətə belə getdim. Daha da yoruldum deyə bilərik. Çünki nə bilim, valla, yəni ümumiyyətlə mənə bir aylıq ən azı istirahət lazımdır. Uşaqlarla həqiqətən də çətindir. Çox yorulurlar məni, Allah saxlamışlar. Baxmayaraq ki, kömək var, amma yenə də baxırsan ki, axşama artıq adamın halı qalmır. Əslində bilirəm ki, sizlər də istəyirsiniz ki, canlılarımız olsun, seminarlarımız olsun, hər biri axşam saatlarında keçirilsin. Yəni hər kəsin evdə olduğu bir vaxtda, hər kəsin dincəldiyi bir vaxtda. Sadəcə məndə alınmır. Məndə alınmır, çünki yəni həmin vaxtlarda mən artıq köməksiz qalıram deyənə. Belə görürsünüz ki, canlı açıram, uşaqlar ağlayır, eləyir, nəsə də mənə, yəni mən onlara yaxınlaşmalıyam. Ona görə mən axşam saatlarında heç nə sala bilmirəm. Ona görə üzrlüsən, çünki çox yazırsınız bununla bağlı, bilirəm. Onlar sizin bərəkətiniz. Əlbəttə ki, onlardan vacib mənim üçün heç nə yoxdur bu dünyada. Və biraz sual-cavab tipli bir canlı eləmək istəyirəm. Ümumiyyətlə, mən canlını açanda birinci hər zaman nə deyəcəyimi, necə başlayacağımı bilmirəm. İlişib qalıram hardasa. Bəzən kameradan çəkinirəm, bir də görürsünüz. Baxmayaraq ki, podkastlarda bəlkə rahat danışıramsa. Ona görə siz suallarınızı verin ki, mən də sizləri sevirəm, çox sağ olun. Siz suallarınızı verin ki, mən də rahat bir şəkildə suallarınızı cavablandırın və artıq bir mövzu olsun da, bir mövzu açılsın. Bu arada bizim hər həftə podkastlarımız paylaşılır. Şəxsən mənim öz YouTube kanalımda və yəni biz orada bir neçə podkast çəkmişik, hazır hamısı var və həftədə bir dəfə 10 gündən bir podkastı efirə veririk. Hər biri də çox maraqlı bir mövzulara toxunulub. Hər birində biz çox vacib məqamlara toxunuruq. Yəni sizin mənə verdiyiniz bütün sualların cavabını demək olar ki, mən orada verirəm. Ona görə YouTube kanalında da aktiv olmağınızı sizdən istəyirəm. Hələ ki bu qədər. Dost dediklərim xoş günümə, sevinmədi, sifət etdilər mənə. Kəmal xanım, sizcə niyə? Boş verin belə şeyləri. Mən sizdən uğur, şans, bərəkət almışam. Bir problemim var ki, göz yumulu qala bilmirəm. Bir müddətdən sonra qala biləcəksə o vərdişdir. Araqlama kodlaması almışdım, 21 gün dinlədim. Dinlədiyin ərəfədə düzü istər-istəməz yeməyimi nəzarətdə saxlayırdım. Yəni, bunu demək istəyirsiniz. Şuuraltını bizə loru dildə başa salardı, zəhmət olmasa. Hal-hazırda YouTube'da da sizə baxaram. Tamam, siz baxmağa davam edin. Çünki həqiqətən də oradan maraqlı məlumatlar çoxdur. Şuuraltı bizim ruhumuzdur. Sadəcə elmi dildə
Biz ona şuuraltı deyirik. O ruhdur. Və evdə qızıllarımı itirmişəm, onu necə tapa bilərəm? Bu yəqin zarafat xarakterli bir sualdır. Yəni həqiqətən. Şuuraltı, baxın, şuuraltının şəfalanması, qısa deyəcəm, şuuraltının şəfalanması nə deməkdir? Artıq hər hansısa bir negativə dalanda o sənin həyatına təsir eləmir. Çünki şuuraltında artıq pozitiv inanclar var. Bax, budur şuuraltı. Şuuraltı bizim bizi kodlayan, bizi bu həyatda belə deyim, idarə eləyən bir sistemdir ki, yəni orada nədirsə, şuurlu şəkildə biz çox şey istəyə bilərik. Xoşbəxt olmaq istəyə bilərik, varlı olmaq istəyə bilərik, nələrsə də, yəni insan kimi hər kəsin müəyyən bir arzuları var. Amma yəni bizim şuuraltımızda hansı kodlar yatırsa, həmin o kodlara əsasən bizim həyatımız idarə olunur. Yəni o şuuraltı dərin hisslərdir. Şuuraltı hissdir, dostlar. Bax, nə hiss eləyirsənsə, bax odur. Necə deyim, bu məsəl üçün, yoldaşınızla dalaşırsınız hal-hazırda, yola getmirsiniz, xəyanət görürsünüz, şiddət görürsünüz. Sənin şuurun sənə deyəcək ki, sən ondan ayrılmalısan, belə münasibət olar, düzdürmü? Belə münasibət olar, yəni mən özümə hörmət eləyən bir insanam, yəni nəyə görə mənə xəyanət olunmalıdır? Və tamam, fikrim yayınır, sualları yazırsınız. Şuurlu şəkildə deyirsən ki, mən xəyanət görən bir qadın deyiləm, filan kəs ailə qurub, amma o heç xəyanət görmür, onun xoşbəxtliyinə bu və s. Burada nədir? Burada artıq bu hissləri, bu dedikləri, əgər altında bir hiss yoxdursa, bunlar hamısı boşdur. Amma yox, əgər bunun altında bir hisslər varsa ki, mən həqiqətən də buna layiq deyiləm, mən bunu yaşamamalıyam və s. deyirsənsə, bax, bu zaman artıq sən onu yaşamırsan və ya yaşadığın halda belə, qəbul etdiyin halda belə, yəni buradan bir dərs çıxardırsan, nəticə çıxardırsan, belə deyək. Şuuraltı bütün oradan, buradan eşitdiklərimiz, nəsildən gələn kodlar, ana-atadan gələn kodlar, hamısı bizim şuuraltımızda yatıb. Buradan bir sual çıxır ki, əgər belədirsə, niyə yaradan bu həyatı elə yaratmadı ki, biz hər birimiz pozitiv şuuraltı ilə doğulaq və pozitiv şuuraltı bizi yaxşı həyata yönəltsin. Yəni, belə bir sual çıxır ortalığa, düzdürmü? Yəni, bu şuuraltı söhbəti ümumiyyətlə nəyə lazım idi ki? Oturmuşduq da yerimizdə. Yəni, hər şey pozitiv olardı və bu kodlar da məni idarə eləməzdi. Yer kürəsinə enən ilk insanlar Adəmdən başlayır da bizim artıq evolyusiyamız, yaradılışımız. Onu mükəmməl yaratmışdı. Heç bir kodu yox idi, heç bir mənfisi yox idi. Heç nə yox idi. Yəni, möhtəşəm bir Allahın nəfəsindən yaradılmış bir insan övladı idi. Yaradıldı və ona azad iradə qanunu verildi. Azad iradə qanunu verildi ki, sən bu həyatda nəyə razılıq verəcəksənsə, onu da yaşayacaqsan. Çünki mən səni bu yer kürəsinə azad iradə qanununa əsasən, yəni onu da sənə verirəm ki, sən ona əsasən yaşayasan, ondan istifadə eləyəsən, düzgün istifadə eləyəsən. Və Adəm düzgün yaşasa da, ondan sonra gələn nəsillər və indiyə qədər milyardlarla insan, yəni daha yüksək rəqəmdə əlbəttə ki, sadəcə mən ruhlar səviyyəsində deyirəm, milyardlarla ruhlar ki, yer kürəsini çirkləndirdi. Kimsə dedi ki, mən xeyir ola, mən Adəm kimi olmaq istəmirəm. Mən o kimi mükəmməl olmaq istəmirəm. Və yaxud da bu yeri mən idarə eləmək istəyirəm. Niyə filan kəs idarə eləməlidir ki? Və yaxud da bu mənim olmalıdır. Niyə filan kəsin olmalıdır ki? Və bizim
bizdən gələn kodlar başladı çirklənməyə. Başladı çirklənməyə və yaradan bizə azad iradə qanunu verdiyi üçün, yəni bizi bu cür yaradıb ki, bu dünyaya gəlmə məqsədimiz də budur ki, sən ya Allahı seçirsən, ya da pis insan olmağı seçirsən. Və ona əsasən bu kodlar yaranmağa başlandı. Paxıllıq yarandı, yalan yarandı, nifrət yarandı, kiməsə pislik eləmək yarandı, cadu yarandı, lənət yarandı. Yəni bunları hamısı yaradan insandır. İnsana çünki beyin verilir. Bax bu bizim qabaqki hissə artıq o qədər aktivləşmiş bir şəkildə oldu ki, biz öz ruhumuzun səsini duymaz olduq. Yəni eşitmirik artıq. Ruhumuz nə deyir, nə edir, ümumiyyətlə oradan nə bizə ümumiyyətlə hara yönəldir. Çünki beyinə həddindən artıq çox diqqət yetirməyə başladıq. Və o beyin də bizi, siz gözünüzü yumsanız belə, mən hal-hazırda desəm ki, bir insan obrazı yaradın, siz onu yarada bilməyəcəksiniz sıfırdan. Yəni sizin ağlınıza gələn, gözünüzün qabağına gələn insan obrazı mütləq şəkildə sizin nə vaxtsa gördüyünüz bir insan obrazıdır. Beyin yox yerdən heç bir şey yaratmır. Beyin ancaq harda nə görübsə, onu təkrar sizə yaşadır. İnsan yer kürəsinə gəlib ki, ruhunun səsini dinləsin. Ruhun səsi insanların çoxunda bağlıdır. Niyə? Çünki onu ego bastırıb, paxıllıq bastırıb, nifrət, nə bilim, və yaxud da digər mənfi duyğular həmin bu ruhun səsini bastırıb. Və ruhun səsi belə gəlsə, siz onun hardan gəldiyini bilmirsiniz, başa düşmürsünüz. Onunla kontakt qura bilmirsiniz. Çünki beyin durmadan danışır. Beyin sənə hər cür variantlar padnosda sənin belə deyim, qabağına qoyur. Bax, bunu eləsən, bunu eləyərsən. Çox sağ olun. Təşəkkür edirəm. Bunu eləsən, bunu eləyərsən. Bax, bunu o vaxtı filan kəs elədi, belə nəticə gördü. Sən də eləsən, bu cür nəticə görərsən. Bunlar hamısı beynin illüziyalarıdır. O cür olacaq deyə bir şey yoxdur. O cür qonşuda filan şey oldusa, qonşu varlandısa, əri getdi, xəyanət elədisə, mənim də yoldaşım varlanacaq, xəyanət eləyəcək deyə bir şey yoxdur. O kodla səninlə, belə deyim də, ötürür. Çünki qonşudur, münasibətiniz var, salam-sağolunuz var. Görürsən, yəni gözlə onu artıq foto eləyirsən ki, belə bir vəziyyət var. Beyin onu atır yaddaşa və sabah sənin yoldaşına bir iş verəndə, məsəl üçün ona vəzifə vermək istəyəndə, sən deyirsən, nə gözəl, əla, super, qoy getsin vəzifəyə. Amma daxili hissin deyir ki, bu qonşunun yoldaşına vəzifə verildi, o getdi xəyanət elədi, ailəsinə sonra pis oldu. Mənki də belə olacaq. Və bunu artıq dilinlə yaxşı bir şey demək istəsən belə, yaxşı bir şey düşünmək istəsən belə, hisslərin bunun əksini deyir. Şuuraltı bizim hisslərimizdir. İnsan hissləri ilə yaşamalıdır. Məsəl üçün, bir insan otağa girirsə, sən artıq onun kim olduğunu, nə olduğunu artıq analiz edə bilirsiniz, hər biriniz. Sadəcə kimsə bunun fərqindədir, kimsə fərqində deyil. İnsanla oturursan, mən məsəl üçün, insan kimləsə oturub danışanda, mən artıq bilirəm, bu mənim insanlımdır. Mən bununla danışacağım, yoxsa yox. Elə məclislər var ki, elə ortamlar var ki, siz orada məni qıraqdan görəcəksiniz, deyəcəksiniz ki, bu Kəmalədir, bu videolarda danışandır. Mən orada ağzımı belə açmıram. Çünki orada mənim danışılası bir şeyim yoxdur. Və mənim danışdığım hər bir söz ucuzlaşdırılacaq və dəyərsizləşdiriləcək.
Əgər mən sizə doğru məlumat verirəmsə, gözəl məlumat verirəmsə, mən duanı təbliğ eləyirəmsə, Allaha yaxın ol deyirəmsə, bu o demək deyil ki, bu hər kəs buna hə deyəcək. Kimsə buna yox deyəcək. Bayaq YouTube'da biri mənə yazıb ki, gic-gic danışır. 10 min, 15 min bizim baxışlarımız var. Yəni hamısı tərifləsə də biri oradan çıxacaq deyəcək ki, gic-gic danışır. Düzdürmü? Mən belə insanları onsuz da dərhal bloklayıram. Çünki yəni o insanın mənim səhifəmdə nə işi var? Mən ona durub nəyisə sübut eləməyəcəm. Yəni bizim kimi Şuuraltıdan gəldiyi tamam fərqli yerlərə qoyun mən dənə fikrimi bildirim, əgər bu fikirlər mənə gəlibsə. İnsan ümumiyyətlə çox ali bir və möhtəşəm bir varlıqdır. Biz özümüzü ucuzlaşdırırıq, dəyərsizləşdiririk, qiymətsizləşdiririk. Biz elə balaca bir şey olsun, hə, mən onunla razıyam. Balaca xırda bir şey olsun, mən onunla razıyam. Elə budur deyib həyatımızı geçişdiririk. 60-70 yaşa çatanda, 80 yaşa çatanda elə peşman olur insan ki, vaxtında həyatın qədrini bilmədi. Həyatın qədrini bilmək ancaq pul dalıca, iş dalıca qaçmaq demək deyil. Hətta ancaq uşaqların üçün də özünü fəda etmək deyil. Həyatın qədrini bilmək, kim olduğunu bilmək, hardan gəldiyi və öldükdən sonra hansı bir möhtəşəm bir enerjiyə döndüyünü anlamaq və başa düşməkdir. Və bu həyatda sənin bir missiyan var, bir həyatın var. Sən bunu icra eləməlisən, sən bunu yaşamalısan, sən bundan keçməlisən. İnsan bunu dərk eləməlidir. Bax, bunu dərk eləyəndən sonra artıq o gic-gic suallar hamısı qalır bir kənara. Ki, filan kəsdə var, məndə niyə yoxdur? Mən elədim, alınmadı. Məndə alınmadı. Keçən dəfə bir psixoloq danışır, bir Rus psixoloqa. Mən yormuram inşallah sizi. Sadəcə sual cavab verəndə biraz mən bir suala yapışıram, başlayıram onu uzun-uzadı cavab verməyə. Ona görə nə gəlirsə onu da deyirəm. Bir Rus psixoloqudur, çox təhsilli bir xanımdır və deyir ki, mənim uşağımın 10 yaşı var və o, hayda zəng eləməyin də, və o danışmır, nitqi yoxdur. Və deyir ki, bu o demək deyil ki, mən onun danışması üçün heç nə etmirəm. Etməmişəm və yaxud da etmirəm. Sadəcə kimdəsə bu 1 aya nəticə verir, kimdəsə bu 6 aya nəticə verir, kimdəsə bu 5 ilə 10 ilə nəticə verir. Deməli, məsəl üçün, mənim oğlumun danışması üçün, misal olaraq deyirəm, yəni gəlirəm, yəni eyni mövzulara, sadəcə misal deyirəm. Mənim oğlumun danışması üçün mən tam olaraq 3 il intensiv terapiyaya getdimsə, kimsə onu 6 aylıq terapiyadan o nəticəni görür, kimsə onu 10 illik terapiyadan o nəticəni görür. Mən əgər onu 3 ildən sonra gördümsə, o demək deyil ki, sən də onu 3 ildən sonra görəcəksən, filan kəs də onu 3 ildən sonra görəcək. Mənim 35 yaşım var hal-hazırda. 35 yaşıma verilən bu biliklər kiməsə 20 yaşında verilir. Kiməsə 15 yaşında verilir. Oturub 35 yaşında mən belə deyim də üsyan eləyim ki, hə, mənə düzdür 27 yaşımdan sonra açılmağa başladı. 33 yaşında tam formalaşdı da belə deyək. Yəni, hə, mənə niyə bu icazə 27 yaşında açıldı, filan kəsə 17-18 yaşında çatdı. Sual verirəm, bu cür yanaşmaq sizə nə verir? Bax, oturursunuz evdə, deyirsən ki, mən niyə bu həyatı yaşayıram? Kasıbçılıq olsun, xəstəlik olsun, xoşbəxtlik olmasın, ay ərim narcisistdir, ay ərim xəyanət elədi, qaynanam mənə əyri baxdı. Mən əgər xoşbəxt ola bilərəmsə, mən niyə xoşbəxt deyiləm? Bax, bu sual özü bizə verir. Niyə mən xoşbəxt deyiləm? Axı, yaradan məni bu dünyaya get öl, get əziyyət çək, get bütün günü ağlamaqla keçir göndərməyə baxar. Əgər o məni bu dünyaya göndəribsə, yer kürəsinə ki, yer kürəsi ən aşağı titrəşimli bir
necə deyim, yermi deyim, məkandırmı deyim. Yəni ən aşağı titreşimdə belə bilirsiniz necə bizi tam yerin dibinə salıblar hal-hazırda bizim ruhumuzu. Çünki ruh evolyusiyadan keçməlidir. Ruh burada aldığı dərsləri yuxarıda, göyün 7-ci qatında, astralda, mentalda ala bilmir. Ruh bədənləşməlidir, yer kürəsinə düşməlidir və burada onunla çırpışa-çırpışa, bununla çırpışa-çırpışa, burada buna güc gələrək, belə deyəm, loru dildə desəm, buna burada güc gələrək eləyə-eləyə dərslənməlidir ki, növbəti etapa qalxa bilsin. Əvvəl, dünən bir şeyin fərqinə vardım. Mən əvvəl necə bir insan idim? Çayın qurumağını istəyirdinsə, həmişə kəməlləri çağırırdılar. Yəni, mən axar çaya belə gedirdimsə, inanın ki, mən gedirdim orada, o çay quruyurdu. Həqiqətən deyirəm sizə. Yəni, məsəl üçün, universitet vaxtlarımda avtobus, metro gözləyirdik, düzdürmü? Əgər mən oradaydımsa, mütləq orada ya avariya olurdu, ya bir sıxıntı yaşanırdı, ya avtobus gəlmirdi. Yəni, həmişə mənə ayağı ağır deyirdilər. Hər kəs. Kimsə əgər bankdan məsəl üçün bir pul gəlməlidirsə, 5-10 manat gəlməlidirsə, mən oradaydımsa o pul gəlməyəcəkdi. Yəni insan çünki niyə? Aşağı titreşimdəsən. Aşağı titreşimdə isə sən həmişə uğursuzluqlarla qarşılaşırsan. Səni evin yanında olan mağazindən tutmuş, taksidən tutmuş, nə bilim, evə gələn insandan tutmuş. Hər kəs səninlə eyni titreşimdə olduğuna görə eyni uğursuzluqları yaşayırsınız. Sonra insan pillə-pillə qalxmağa başlayır. Pillə-pillə qalxanda isə hər zaman hər bir pillədən digər pilləyə qalxdıqda qəribə bir hiss yaranır insan. İnsan ya boşluğa düşür, ya da həddindən artıq çox özünü xoşbəxt hiss eləyir. Bax, bu iki vəziyyəti yaşayırsınızsa, bilin ki, siz növbəti etapa qalxırsınız. Növbəti etapa qalxdıqdan sonra sən artıq yuxarı titreşim nədir? Yuxarı titreşim biz hər zaman barbar bağırırıq ki, yer kürəsi hal-hazırda yeni bir titreşimə keçib. Keçidlər daha intensivdir. Hadisələr daha intensiv baş verir. Məsəl üçün 2000-ci ilə qədər yer kürəsində nə qədər? 2 milyard, 1 milyard, yox 1 milyard deyildi, 2 milyarda yaxın adam var idi, insan var idi. İndi hal-hazırda 10 milyarda yaxınlaşırıq, səhv eləmirəmsə. Çünki dərslənmə tezləşir. Göydən gələn ruhlar tez bir zamanda bədənləşib bütün dərslərini bitirmək istəyirlər. İndi nəyə görə xəstəliklər yayılıb, autizm yayılıb, downluq yayılıb, şizofreniya yayılıb, digər bütün xəstəliklər, sonsuzluq, bəylərdə indi çox üzr istəyirəm, problemlər yaranıb. Qadınlar süni mayalanma, yəni tanıyanlar mənə bilirlər ki, mən 3 dəfə əkizlərdən qabaq süni mayalanma eləmişəm və mən orada olan o kiridi görmüşəm ki, uşaq olmur, tamamilə sonsuzluqdur. Çünki artıq bitmək üzrədir hər şey. Çünki insanlar o qədər çirkinləşib ki, insanlar o qədər artıq bu çirkin içindən çıxmaq istəmirlər ki, yəni sona gedirik. Özünüz görürsünüz də, yəni sona gedir. Və sona getdiyi üçün də biz dediyimiz həmin o qiyamət günü də yaxınlaşır. Mən bir məqama toxunmaq istəyirəm. Bilmirəm nə qədər maraqlıdır. Suallara cavab vermək mənə sərf eləmədi. Ona görə üzülürsən. Mən hər suala belə bu cür uzun cavab versəm, mən elə gərək burada qalım. İnsana ən vacib orqan beyin verilib ki, ey gözəl insan, mən sənə bu beyni verirəm ki, sən burada həm Allaha bağlanasan, kainata bağlanasan, bilikləri öyrənəsən və adam olasan. Düzdürmü? Mən düşünəndə beynimlə düşünürəm də. Mən düşünəndə böyrəyimlə,
ciyərlərimlə düşünmürəm ki. Düzdürmü? Mən beynimlə analiz eləyirəm, beynimlə düşünürəm. Və mənim buradakı düşüncəm nədirsə, öldükdən sonra da məni bu düşüncə həmin o frekansa aparacaq. Əgər mən, görün, insan beyni necə qurulub, əgər mən cəhənnəmdə yanacağıma inanıramsa və hər gün özümə deyirəm ki, mən öləndə cəhənnəmə gedəcəm, öləndə cəhənnəmə gedəcəm, orada mənim cəhənnəmə uyğun artıq bir vəziyyət yaranır. Və mən öldükdən sonra həmin o düşündüyüm cəhənnəmə gedirəm. Bildiniz nə demək istəyirəm? O demək deyil ki, orada cəhənnəmdir, cənnətdir. Yox, bu ayrı söhbətdir. Biz dinə girmirik. İnsan öz cəhənnəmini özü yaradır. İnsan öz cənnətini də özü yaradır. Sən əgər Allaha bağlısansa, sən əgər içində paxıllıq, xislət yoxdursa, üzr istəyirəm sözümə görə, mundarçılıq yoxdursa, sən əgər onun dalıca danışım, bunun altını qazım, buna pislik eləyim demirsənsə, deməli sən yaxşı adam sənə deyə bilərik. Sən artıq öz beyninlə və öz düşüncənlə oradakı cənnəti yaradırsan. Və sən ölümün də rahat olur, yəni keçidində belə deyək. Və oradakı mükafatın da sənin bu düşüncəyə uyğun verilir. Ki sən orada cənnəti qazanırsan. Və sən düşürsən cənnətə, deyirsən ki, wow, cənnət var imiş ki. Amma kimsə məsəl üçün deyəcək, cənnət yoxdur. Çünki onun burasında o yoxdur. Bildiniz necə? Yəni həyat düşündüyümüzdən daha dərindir. Daha hər şeyə dərin baxmaq lazımdır. İnanın ki, hər birimizi qıcıqlandıran, hər birimizin nervinə oturan insanlar var. Valla var, yəni biz kütlə ilə işləyirik. Bəzən mən partlayıram. Yəni həqiqətən də mən partlayıram. Partlayandan sonra da oturub fikirləşirəm. Bu mənə insan nə öyrətdi? Nə öyrətdi? Partlamağımı yaşadım, keçdi. Nə öyrətdi bu mənə? Nəsə öyrətdi də, düzdürmü? Bəlkə mən bunu daha fərqli eləməliyəm. Bəlkə mən bunu daha başqa cür eləməliyəm deyə. Narazı olduğumuz həyatı bizə yaradan verib və layiq bilib. Mən deyirəm ki, öz həyatımı, mən də nə vaxtsa da, indi hamımız nə vaxtsa kimisə paxıllıq hissimiz də olub, əsəb hissimiz də olub, nə bilim, bütün negativ hissləri yaşamışıq, çünki insan övladıyıq. Və daha sonra bu karma ki, mənə geri dönüş eləyir, karmanın geri dönüşündə Allah təyin eləyir. Bunu yazın özünüzdə bir yerə. Sən əgər 3 il öncə kiməsə yaxşı bir şey eləməmisənsə, onun tövbəsini eləməmisənsə, onu başa düşməmisənsə, Allahdan buna görə üzrxahlıq istəməmisənsə, bu 3 il sonra mı, 10 il sonra mı, 30 il sonra mı, bu sənin qabağına daha ağır formada çıxacaq. Amma nə vaxt çıxacaq? Bunu artıq gözəl Allah deyir. Özdə nə vaxt çıxır? Sənin ən aciz, ən zəif olduğun bir vəziyyətdə, bir momentdə gəlir. O sənin tap üzvə qalır. Və mən nə edirəm? Mən insan olaraq üsyana qalxıram. Mən deyirəm ki, mən buna layiq deyildim. Mən pis ərə layiq deyildim. Mən pis qaynanaya layiq deyildim. Mən pis, məsəl üçün, övlad, kimdəsə övladla problem. Mən pis övlada layiq deyiləm. Mən pis atanaya layiq deyiləm. Mən nə edirəm? Mən Allahın mənə verdiyinə və mənim layiq olduğum şeyi inkar eləyirəm. Mən deyirəm ki, Allah sən səhvsən. Mən səndən daha yaxşı bilirəm. Mən layiq olmadığım halda sən mənə bunu necə layiq bildin? Deyirəm. Ki, çox yanlışdır. Və Allah da deyir ki, qurban olduğum, sən nə vaxt başa düşəcəksən ki, sənin hal-hazırda yaşadığın şey sənin öz əməlinin nəticəsidir. Bağışlanmağı öyrənəcəksən.
üsyan etməməyi öyrənəcəksən. İnsan olmağı öyrənəcəksən. Bax, o zaman da sənin keçmişdə etdiyin o səhvləri, günah deyirik də biz ona, səhvləri. Bax, onda o silinməyə başlayacaq. Sizin hər bağışladığınız insan sizin bir səhvinizi yox edir. İnsan deyir ki, Allah görür də mənim əzab əziyyətimi. Görür də, hara baxır. Niyə düzəltmir? İlla gərək yalvarım ona. Baxın, kainatın bir gözəl qanunu var. Hərəkət qanunu. Sən hərəkət elə ki, yaradana doğru hərəkət elə ki, o da sənə doğru gəlməyə başlasın ki, o onsuz da bizim şah damarımızdan yaxındır, o ayrı. Amma sistem belə işləyir. İnsan Allaha doğru getməlidir, çünki Allah onun hər zaman yanındadır. Sən hərəkət etməyənə qədər aciz əgər oturub bütün günü ağlayacaqsansa ki, mənim həyatım belə oldu, vay dədə, daha da betər olacaq. Hər şey nə üçün verilir sənə? Ayılmağın üçün. Ki, bir dəfəlik başa düşəsən ki, sən bir tək missiyan var bu dünyada, Allaha yaxın olmaq. Evlər, maşınlar, pullar, bəli, çox gözəldir. Amma sənin, baxın, dünən bu fikir qoy belə yarımçıq qalsın. Mark Zuckerberg Facebook'u yaradan. Bilirik ki, neçəsə yaşında, 23 yaşında mı, 24 yaşında mı artıq milyonçu, milyarder olmuşdu. Neynədi? İki əkiz qardaşlar, əkiz idi, yəni iki qardaşlardan o Facebook ideyasını oğradı və məhkəmədə də qalib gəldi və indi hal-hazırda dünyanın neçəncisi, bilməm, Forbes-da neçənci siyahıdadırsa, dünyanın ən varlı adamlarından biridir. Mən kəmalə olaraq, mənim qismətimdə, alın yazında müəyyən bir alın yazı verilir bizə. Yəni, tam alın yazı yoxdur, biz deyə bilmərik. Müəyyən bir alın yazı verilir mənə. Və mən orada, mənim alın yazımda milyarder olmaq, milyonçu olmaq yazılmayıbsa, mən şəxsən kəmalı olaraq gedib o qardaşlardan o ideyanı oğrasaydım, onlar qalib gələcəkdir o məhkəmədə. Mən uduzacaqdım, mən bankrot olacaqdım, mən biabır olacaqdım və s. Çünki burada sən kəmalı olaraq Facebook'un yaradıcısı olacaqsan deyə bir qismət yazılmayıb mənə. Bildiniz nə demək istəyirəm? Yəni, ideyanı tutdunuz da. Elon Musk hal-hazırda trilyoner olmaq üzrə gedir. Düzdürmü? İnsan bəyəm oturub fikirləşib ki, mən Tesla yaradım, pul mu qazanım? Xeyr, ona artıq doğuşdan o verilib. Və insan artıq, mən həyatını oxumuşdum, 15 yaşından, 12 yaşından ideyaları yaratmağa başlayıb. Onun 12 yaşda yaratdığı ideyanı mən bəlkə bir 100 yaşımda da yarada bilmərəm. Niyə? Çünki burada o yazılmayıb. Nəyə görə bu yazılır burada? Kiməsə yazılır, kiməsə yox. Çünki onun ruhunun təkamül yolu var. Mənə bu saat trilyon ver, milyon ver, milyard ver, mən bəlkə bataram. Bəlkə bataram, mənim ruhum buna hazır deyil. Və bəlkə də mənə bu həyatda o hazırlığı görməyə icazə yoxdur. Bildiniz necə? Ki mən bu həyatda mən bunu eləyəcəm, onu eləyəcəm, bunu eləyəcəm, bunu eləyəcəm və mən milyarder olacam. Onun icazəsi yoxdur. İcazəsi olmadığına görə də mənə o istək verilmir. O istək verilmədiyinə görə də o məndə olmadığına görə mən pis olmuram. O qədər sadə. Yəni, mən pis olurdum, niyə? Mən pis olurdum ki, özümü tapa bilmirdim. Mən pis olurdum, məsəl üçün, müəyyən bir səbəblər var idi. Nəyəsə görə mən pis olurdum, onu istəmir, bunu. Bax, o çünki mənə yazılmışdı ki, ruhun təkamül yolu bu
addımlardan keçsə, bu titreşimlərdən keçsə, onlara bu ruha orada yazdılar, səs yoxdur, fikrim yayıldı. Səs yoxdur, məndə hər kəs də elədi. Məncə bir nəfərdə belə, çünki burada toplum yazardı ki, səs yoxdur. Və mənim təkamül yoluma, biliklərimə və enerjimə görə mənim o alacaq gücümə əsasən mənə bu icazələr verilir. Ruh hazır deyilsə, yəni onun qabağına o imkanlar sərilmir. Deyirəm də, mən gedib, mənim şəxsən heç ağlıma girməzdi ki, mən gedim kimdənsə nəyəsə baxım və o ideyanı götürüm, məsəl üçün bir şirkət yaradım. Yoxdur da, çünki bu icazə yoxdur. İcazə olanda insan doğuluşdan artıq görürsən ki, o başqadır. Bir uşaq doğulur, məsəl üçün, biri piano çalmaq istəyir. Musiqiyə həvəsi var. Birinin gözəl səsi var. Biri, məsəl üçün, medisina ilə maraqlanır, həkimlik ilə maraqlanır. Kimsə, məsəl üçün, ezoterika ilə maraqlanır. Kimsə özünə məqsəd qoyur ki, məsəl üçün, Microsoft-u yaradan. Orada nə yaranıb? İdeya yaranıb. İdeya hardan gəlir? Allahın icazəsi ilə o ideya gəlir, oturur da beyninə. Düzdürmü? Allah icazə verir ki, o ideya gəlsin, otursun burada və sən onu yaradasan, yaratmaq üçün də sənin qarşına insanlar çıxardır. Yaradan Allah hər zaman bizimlə insanların dili ilə danışır. Microsoft-u yaradan Bill Gates. Qaraj tutmuşdu, neynəmişdi, falan eləmişdi. Bir dəfə səhv insanla görüşdü, ikinci dəfə səhv insanla görüşdü. O birisi ilə axırda doğru bir yol tapdı, düzdürmü? İndi hal-hazırda dünyanın ən zəngin insanlarıdır. Biz niyə Microsoft yarada bilmirik? Biz adicə bizim Azərbaycanda belə doğulmağımız artıq yəni hardasa bir yerə bizi stoplayır ki, sənin ruhun evolyusiyası buradan getməlidir. Buradan inkişaf eləməlisən. Hər kəsin bir yolu var. Hər kəsin fərqli istəkləri var. Yəni, özünüzü aciz, özünüzü dəyərsiz, özünüzü belə zəif görməyin. Əgər sizin hal-hazırda, məsəl üçün, aya əgər siz 5.000, 10.000 qazanmalısınızsa və yaxud da istəyirsənsə ki, mən aya bir 5-10 min qazanım, düzdürmü? Amma sənin indiki energetik vəziyyətin, ruhunun vəziyyəti, biliklərimin vəziyyəti o 5-10 mini qəbul edəcək deyilsə, sənə 1 illik, 6 aylıq, 2 illik kasıbçılıq vəziyyət veriləcək. Ged o kasıbçılıqda öyrən ürək açıq olmağı. Ged o kasıbçılıqda öyrən insan olmağı. Ged o kasıbçılıqda yoxluğun içində öyrən Allaha dua etməyi, yıxılmamağı, güclü qalmağı öyrən. Ondan sonra sənə aya 5-10 min, 50 min, nə qədərsə də, məsələn, hər kəsin öz ruzusu var. Yəni, o pul veriləcək. Verilməsə, Yaradan bizi o qədər çox istəyir ki, verilməsə, demək ki, sən onu düzgün istifadə etməyəcəksən. Düzgün alınmayacaq. Yəni, ya onu pis bir şeyə xərcləyəcəksən. Olub, bəzən biz israrla Allahdan nəsə istəmişik, verdi onu mənə, verdi. Hər zaman demişik, Allahla dilənçi kimi istəmək lazım deyil. Verdi, verib və biz onun xeyrini görməmişik. Demişik ki, kəş verməzdi. Və yaxud da kəş onu 5 il sonra verərdi. Bax, burada təslimiyyət çox önəmlidir. Çox önəmlidir. Allahdan nəsə istəməmişdən öncə dilim də dolaşır. Təşəkkür etməyi öyrənin. Şükür etməyi öyrənin. Var olduğunuz hər bir şeyə görə şükür edin. Daha sonra
mənim istəyimi bilirsən, mənə nə yaxşıdırsa, mənə nə xeyirlidirsə, bunu mənə asanlıqla, rahatlıqla özün ver. Məsləhət bildiyim bir vaxtda. Allaha vaxt qoymaq lazım deyil. Allahla bunu mənə ver, dilənçi kimi onunla istəmək lazım deyil. Bir şey, burada da qürur lazımdır. Qürur lazımdır. Yəni sən Allahla ancaq bir də nə olar, bir də olur bəzən insanlar, hə nə olar şey deməklə deyil. Sən ona təşəkkürlə müraciət eləməlisən. Sən birinci başa düşməlisən ki, sən ümumiyyətlə yaşayırsan. Sənin ruhun hal-hazırda bu bədənə girmə şansı verilib. Sənə ata-ana verilib. Onlar səni bu dünyaya gətirib. Sən müəyyən bir yaşa çatmısan. Nələrdənsə keçmisən. Sənə bunun icazəsi verilib. Nə gözəl ki, sən ağzını açıb ona müraciət eləyə bilirsən. Yəni bundan başlayın. Daha sonra istəməyin demirəm. Hər birimizin istəyi var. Mənim də istəyim var. Hər birimizin istəyi var. Amma ancaq istəyim lazım deyil. Daha geniş düşünün. Daha belə böyük düşünün. Belə xırdaçılız düşünməyin. Bildiniz necə? Yəni ay Kəmal xanım, elə kişilər var, çox pul qazanır, rahatlıqla çox pulunu əxlaqsız qadınlara xərcləyir, amma yenə gəlir. Bu kişiləri qoyun da bir qırağa. Nə olar? Qoyun bir qırağa bu kişiləri. Bu kişilərin söhbəti vallahi. Kişilər inanın ki, öz aralarında qadınlar haqqında bu qədər danışmırlar. Yəni kişilər hər zaman başqa şeylərdən danışırlar. Öz maraqlarından danışırlar. Və yaxud da yoldaşım keçən dəfə kişi məclisinə gedib iş yoldaşlarına yeyib içməyə gəldi. O qədər güldük. İnanın ki, orada heç biri demədi ki, mənim evimdə bu problem var, məndə bu problem. Onlar həmin anı özlərinə həsr eləyirlər. Öyrənin də onlardan. Yəni bizim kişilərdən çox şey öyrənəsi, çox şeyimiz var. Öyrənin onlardan bu şey ki, yəni onlar yəni məişət problemini bu qədər takılmırlar türklər demişəm. Siz mən nə istəyirəm? Buraxın bu söhbətləri. Qaynanam mənim günümü qara elədi. Ərim mənə belə elədi, çox pulu oldu, belə elədi. Bunlar buraxın, bunlar müəyyən bir yaşa çatacaqsınız, başa düşəcəksiniz ki, bunlar hamısı boş şeylərdir. Boş şeylərdir. İndi elə bilərsiniz, mənim həyatım gülüstanlıdır. Yəni, belə deyim də, dəhşət, hər gün yoldaşım mənə kofe, güllər, hər ad günü, hər 8 mart güllər, ilahi, hər gün sevgi mesajları yox, inanın. Yəni, heç də ideal bir kişi obrazı deyil onda. Onun da mənfiləri var. Bəlkə sizin yoldaşlarınızdan da betər mənfiləri var. Amma mən düşünürəm ki, Allah mənə onu verib. Və mənim 3 dənə balam var. Sağ olsun ki, betərim verməyib. Yəni buna sağ olsun. Yəni mən xoşbəxtəm özlüyümlə və mənim xoşbəxtliyim heç kəsdən asılı deyil. Yəni mənim yoldaşım məni xoşbəxt eləmir. Mən özüm xoşbəxtəm. Bildiniz necə? Uşaqlarımın var olmağı bəli, məni sevinirəm, xoşbəxtəm, bəli. Amma onlardan da asılı deyiləm. Mən özüm içimdə xoşbəxtəm özümlə. Mən özüm tək qalanda, mən özümlə çox maraqlıyam. Həqiqətən də çox maraqlıyam. Yəni mənim oxumağa bir ton kitabım var. Mənim baxmağa bir ton təlimim var. Mənim sizə çatdıracaq bir ton ideyalarım var. Nə bilim, nələrimsə var. Yəni mən özlüyümlə xoşbəxtəm. Və sabah gəlib kimsə məsələn deyə bilməz ki, mən Kəmalə bədbəxt elədim. Çünki məni heç kəs bədbəxt eləyə bilməz. Əlbəttə ki, yəni ölüm itimdən başqa, xəstəliyi, ölüm itim o ayrı söhbətdir. Amma kimsə öz xasiyyəti ilə, öz hərəkəti ilə, ailə üzvlərim olsun, kim olursa olsun, gəlsin mənə təsirmi eləsin, məndən özündən asılımı eləsin. Xeyr, əlbəttə ki, yox.
Yəni yəni mən düşünürəm ki, mən çox xoşbəxtəm. Çünki mən Allahı hiss eləyən insanam. Biraz özümü tərifləyim də. Yaxşı da insan biraz da özünü tərifləməlidir də dostlar, bildiniz necə? Yəni həqiqətən mən bu yolu keçdiyimə görə və bunu bacardığıma görə həqiqətən bəzən özümlə fəxr eləyirəm. Yəni bacardım. Çünki çox çətin bir yol idi. Çox dolaşıq bir yol idi. Çox sıxıntılı bir yol idi. Çox çarəsiz olduğum vaxtlar həddindən artıq çox idi. Amma mən bunu bacardım və mən bacardımsa hər kəs bacarar. Və mən bacardımsa kimsənin bacara bilməyəcəyi deyə bir şey yoxdur. Özünüzlə xoşbəxt olun. Kimsə, yoldaş niyə sizə təsir eləməlidir sizin xoşbəxtliyinizə? Niyə qaynana, qaynata sizin xoşbəxtliyinizə təsir eləməlidir? Niyə kimsəsə? Sıxıntı ola bilər. Yəni, kimsə gəlib mənə deyə bilər ki, məsələn, kimsə mənə əsəbləşdirə də bilər, kimsə mənə özümdən çıxarda bilər, kimsə mənə elə bir yerimdən toxuna bilər ki, partlaya bilərəm. Amma mən də insanam. Mən onları yaşamaq üçün varam. Mən o negativləri yaşamaq üçün varam. Mən o negativ hissləri, düşüncələri yaşayıb buraxmaq üçün varam. Bildiniz necə? Yəni, mən əsəbi də ola bilərəm, hirsli də ola bilərəm. Nə bilim, kiməsə bəlkə bir söz də deyə bilərəm. Yəni, mənim o bir tərəfim də var, əlbəttə ki. Bu normaldır. Amma mən onda ilişib qalmıram. Mən bunu həyatımın uğursuzluğu kimi, həyatım niyə belə gətirdi, niyə o mənim qabağıma çıxdı, niyə o məni belə elədi demirəm. Mən deyirəm ki, oldu, olmalı idi. Mən orada bunu dedim, deməli idim. Əsəbləşdim, əsəbimi yaşadım. Amma davam. Mən orada qalmıram. Mənim düşüncəm orada ilişib qalmır. Mən həyatımı qabağa baxıram. Daha irəli, daha mən neyniyə bilərəm, daha mən gözəl nə işlər görə bilərəm. Həyat gözəldir. Həqiqətən də çox gözəldir. Yaşamağa dəyər. Yaradanı hiss eləməyə dəyər. Ona güvənmək, ona inanmaq, onu sevmək. Baxın, mən bunu hər zaman deyirəm. Bilirsiniz ki, mənim uşaqlarım, Nihadım, mən 6-7 yaşında danışıb necə, güclə də danışdırmışıq onu. Əkizlər çatıblar 1 yaş 7 aya. İkisi də danışmır. Yəni, konkret danışmırlar. Oturub baxıram onlara, baxıram özümə, baxıram onlara, deyirəm, heç olmaz. Danışmırsınız, Allah canını sağ eləsin. Mən sizi danışdıracağım. Yanaşma tərzindən danışıram. Məsəl üçün, mənim anam deyir ki, ay qızım, sən Nihatda çəkdin, gərək əkizlər də ən azı mama, papa qoy deyərdilər, sən yenə əziyyət çəkməzdin. Deyirəm, ay mama, sən niyə bunu problem eləyirsən? Deməli, mənim bir oyuncu oğlumda haradasa mən nəyisə buraxa bilmədim, nəyisə düzgün eləmədim ki, mən indi əkizlərdə də bunu yaşayıram, canları sağ olsun. Canları sağ olsun. Əsas o da hər şey başa düşürlər, onu eləyirlər, bunu eləyirlər. Zəng eləmişəm Nihadın psixoloq, logoped müəlliminə, ölüb gülməkdən. Deyirəm, uşaqlar danışmır, davay gəl bizə. Deyir, Əykəmə xanım, deyir, kim yaş yarımlıq uşaqlara logoped psixoloq çağırır? Dedim, yox, yəni gəlməlisiniz, başqa variant yoxdur, sağ olsun. Gəlir, indi 1 yaş 7 aylıqdılar, logoped psixoloqla məşğul olurlar. Keçməliyəm mən bu yolu. Yəni, oturub ağlayıb, oturub demək ki, mən bunu ikinci dəfə niyə yaşayıram? Məsəl üçün, ola bilərdi ki, onlar 1 yaş, 2 aylıqda, 3 aylıqda artıq ana, ata, nə bilim, mama, papa, nəsə desinlər, demirlər. Demirlər, bu da mənim yolumdur. Bildiniz necə? Hər zaman deyirəm, keçən də sağlam həyatda da danışmışam ki, həyatı çox ciddiyə almayın. Almayın çox ciddiyə. Problemlər çözüləsidir ki, bir çox problemlər çözüləsidir. Mən demirəm 4-cü stadiya xərçəng. Mən demirəm artıq şəkərin ən ağır versiyası. Mən demirəm ən ağır xəstəliklər. Onlar heç, o başqadır. Ona əlbəttə ki, siz ağlamalısınız da,
kədərlənməlisiniz də və s. Yəni əlbəttə ki, amma eyni zamanda da dua da eləyin ki, Allah yol açsın sizin qarşınıza. Amma belə problemlər, məsəl üçün də, yəni bu cür problemlər, yəni təkrarlanan, həll olunmasıdırsa, beynimizi ona yormuyor. Mən beynimi ona yormuram artıq. Yəni buraxmışam. Bizə Nihat hələ R hərfini deyə bilmir. İndi bizə loqoped gəlir, psixolog. Həm Nihatla məşğul olur, həm də əkizlərlə. Deyirəm ona R hərfini öyrət. Bunlara da başımda loqopedik dərsdə. Gülür, deyir şeydir. Deyirəm sonra danışarlar, bir səfər əkizlər R hərfini deməzlər. Yəni artıq siz mən sizə nə ötürmək istəyirəm? Burada mən durub öz uşaqlarım haqqında sizə məlumat verib bezdirmək istəmirəm. Yəni başa düşürəm sizi. Yormaq istəmirəm. Amma budur. Həyatıma bax, denən budur. Yoldaş da budur, uşaq da budur, qaynana qaynata da budur, ata ana da budur. Nə ata bilirsən, nə boğub öldürə bilirsən, heç nə eləyə bilmirsən. Nə eləyə bilərsən? Sən onları olduğu kimi qəbul eləməlisən. Olduğu kimi qəbul edib və mən bu situasiyanı necə dəyişə bilərəm mesajı göndərməlisən ki, sənə doğru yol göstərilsin. Bildiniz necə? Dəyişin o situasiyanı, amma birinci qəbul edin. Qəbul edin. Kiminsə həyatına baxıb filan kəs oxumayıb, bir köplük deyil, amma onun həyatı yaxşıdır deməyin. O onun həyatıdır. O qədər insanlar var ki, 30 yaşında 8 dənə ev alıb, 10 dənə ev alıb. Mən gecə gündüz oxuyuram, hələ də mən o 8 dənə 10 dənə evi ala bilməmişəm. Yəni gecə gündüz mənim ki, siz prosta Gmail-ımı görsəz, orada görəcəksiniz ki, mən hər ay ən azı bir filan qədəri təlim falan, yəni təlimsiz bir günüm yoxdur mənim. Təlimlər olsun, kitablar olsun, PDF-lər olsun, nələ olursun, bütün günü mən beynimi nəyinizə işlədirəm. Hərdə gəlir mənə o his, özümdə onu bastırıram. Bastırıram və artıq onu yox edirəm özümdə. O ona bu yaşda verilməlidir. Ona bu yaşda verilməlidir. Mənə bu yaşda verilməlidir. Şu qutardı, bağlandı. Mən Allahdan çox bilə bilmədim. Mən nəyə və kimə üsyan eləyirəm. Niyə üsyan eləyirik də? Baxın, özünüzə sual ver. Narazısınız. Hər narazıçılıq sizin üsyanınızdır. Birinci Allaha, daha sonra özünüzə. Sən elə bir Allaha deyirsən ki, sən məni səhv yerə atmısan. Səhv yerdə ruhumun gəlişini, yəni səhv yerdə olub da, burada olmamalıydı. Sən onda səhvi tutursan. Sən əgər deyirsən ki, mən buna layiq deyildim, amma mən bunu niyə yaşayıram? Sən deyirsən ki, Allah sən qurban oldum, əstağfurullah, keçsin günahını. Sən öz işini düzgün görmürsən. Sən mən əslində Lord ailəsində doğulmalıydım, amma mən doğuldum belə bir ailədə. Mən əslində Lord ailəsi ilə ailə qurmalıydım, amma getdim filan kəsə. Sən getmisənsə əgər filan kəsə, deməli o filan kəs də sənə müəyyən bir dərsləri öyrədir. Sən o dərslənməni keçməlisən ki, növbəti etapa keçəsən. Siz dəyişəndən sonra sizin yoldaşlarınız da dəyişir, sizin uşaqlarınız da dəyişir, sizin valideynləriniz də dəyişir, hər kəs dəyişir. İnanın mənə, hər kəs dəyişir. Dəyişməyənə qədər siz o proqramı daha ağırlaşmış versiyasını digər nəsillərdə görürsünüz. Bu qədər. Leksiya qutardı. Mənim bu yay edəcəyim bir kursum var. 3 həftə olacaq. Bax, o 3 həftə ərzində indi elanını verəcəm canlıdan sonra. Bax, orada sizin burada görürəm də periyodik olaraq yazdığınız suallar. Allahı necə hiss eləmək olar? Bax, bu level'a necə çatmaq olar?
ruhun tam bütün o kodlardan qurtuluşu, pul kanalı, nəsildir falandır. Bütün ailə münasibətləri 3 həftəlik kursumuz var. 3 həftə ərzində ümumi 9 dənə Zoom görüş olacaq. Ümumi 9 Zoom görüş və kursun qiyməti olacaq 500 manat. Bəli, çünki çox dəyərli bir kursdur. Əslində onun qiyməti bir 10 mindir, amma 500 manat qoyuruq. Və bilmirəm, ondan sonra bilənlər bilir ki, mən böyük kursları onsuz da uzun müddətdə 6 aydır, 7 aydır artıq eləmirəm. 6-7 aydan, noyabrdan bu yana biz demək olar ki, ancaq kodlama üzərində işləyirik. Yəni, heç bir kurs falan, heç nə eləmirəm, heç bir təlim falan keçmirdim. Amma bu mənim içimdən gəldi, istirahət də eləmişəm, bol enerjim var. Bəzi təlimləri də almışam, orada da bir çox belə deyim, fərqli bir üsulları çox gözəl öz həyatımda tətbiq eləmişəm. Və mən onları sizlərə də ötürmək istəyirəm. Fərdi olmayacaq, çünki fərdi mən işləmirəm. Baxın, fərdi soruşursunuz, fərdi hər terapistin bir bacarığı var. Mən fərdi işləyə bilmirəm, həqiqi işləyə bilmirəm. Yəni, valla bunu bir zəiflik olaraq götürün, acizlik olaraq götürün. Fərdi məndə alınmır, konkret alınmır. Mən ancaq toplum şəkildə o enerjini göndərə bilərəm. Toplum şəkildə, bizdə də onsuz da kursda yəni minlərlə adam yığmırıq. Yəni bu kurs ödənişli seminar, qurban sizə YouTube'da hər həftə video paylaşılır. Canlı açıram. Bundan o tərəfə ödənişli seminarı neyinirsiniz? Yəni bu kurs bir də olacaq. Bir də getdi bir də dekabrda. 050 614 40 25. Bu kurs haqqında indi məlumat veriləcək. İndidən yerlərinizi bron edə bilərsiniz. Kurs başlayacaq iyun ayının gözləməsi. Kurs başlayacaq iyun ayının 22-si. İyun ayının 22-si başlayacaq və 3 həftə davam eləyəcək. Kurs həmişəlik sizdə qalacaq. Oradakı məlumatlar siz heç yerdə yəni belə deyim də, heç bir terapist, yəni bunun başına cavab verirəm də, çünki o başqa bir biliklərdir. Heç bir terapist onu sizə heç 10.000 manat da versəniz təqdim eləyən deyil. Çünki burada məndə missiya aktivləşirdi, yəni ona görə. Və o kurs bir dəfə olacaq. Yaddaşda hər zaman sizdə qalacaq. Və tam ruhun şəfalanması, əlavə də hər kəsə özəl, şəxsən özüm tərəfindən yazılmış 15 kodlama veriləcək. Online olacaq və 3 həftə ərzində, belə deyim də, 22 iyun başlayır, 3 həftə davam eləyir. Həftədə 3 dəfə Zoom görüşlər olacaq. Zoom görüşdə biz xüsusi bir enerji açırıq, onu mən açıram. Dualar da verəcəm. Dualar onsuz da, yəni artıq hər seminarda verirəm. Sadəcə burada fərqli olacaq. Burada başqa bir metod olacaq. Sırf ruhun artıq, bir baxın, ruh şəfalanmayanda siz bir duanı, məsəl üçün, Ayətül Kürsü oxuyursunuz da, düzdürmü? Mən bundan keçmişəm, ona görə əminliyinə sizə deyə bilərəm. Şəfalanmamış insanda bir istəyə doğru Ayətül Kürsünü oxuyursan 1 il, 2 il. Təmizlənirsən, şəfalanırsan, günahlarına arınırsan, qalxırsan, energetik olaraq falan şeylərdən keçirsən, ondan sonra sən artıq bunu əldə edirsən. Şəfalanmış insanda isə sən o 2 ilə oxuduğun Ayətül Kürsü artıq 2 günə sənə təsir edir. Artıq sən 2 günlə Ayətül Kürsünü oxuyursan və istədiyin bir şeyə nail olursan. Çünki frekans Ayətül Kürsü ilə demək olar ki, eyni frekansdadır. Nəyə görə? Duaların frekansı yüksəkdir. Duaların hər bir sözü, hər bir o hərfi yüksək enerji daşıyır. Və insan o enerji ilə birləşməlidir ki, onun arzu və istəyi yerinə yetirsin. Bildiniz necə? Ona görə kimlərsə deyir ki, mən 6 ay oxudum, olmadı. Kimlərsə deyir ki, mən 1 il oxudum, olmadı. Bax, bu dua ilə
eyni frekansa yaxınlaşmalısınız ki, sən artıq etdiyin dua tez bir zamanda qəbul olunsun. Bax, məqsədimiz də budur. Çünki mən uzun müddətdir dediyim kimi, noyabrdan bu yana heç bir təlim, heç bir kursun falan yoxdur. Bu bir dəfə olacaq və bundan sonra da olmayacaq. Təkrarı falan olmayacaq. Bir dəfə olacaq. Ona görə əlavə məlumat üçün Dinaraya yazın 050 614 40 25. Yəni bütün reelslərimizdə var bu nömrə. Yazın, o sizə cavablayacaq. Lazım olsa mən də cavablayacağam. Bu qədər. Öpürəm sizləri. Özünüzə yaxşı baxın. İnşallah görüşərik.